Bizansı 434-də yürüş İkinci eləyibdi. dəfə nə vaxt hücum eləyib? 447-də. Attilanın Romaya ilk səfəri nə vaxt idi? Romaya 451-də. Hansı döyüş olmuşdu? Katalan döyüşü. Nəticəsi nə olmuşdu? Heç tərəf qalib gəlməmişdi. Bəli. İkinci yürüşü nə vaxt idi? Roma məğlub etdiyi yürüş. 452-də. Hə, amma Roma şəhərini dağıtmamışdı da. Hansı səbəblərə görə? Çünki Roma papası ondan xahiş eləmiş ki, Roma şəhərinə daxil olmasın. O da onlardan illik xərac alıb geri qayıtmışdı. Bir dənə səbəb var idi. Roma şəhərində xəstəlik. Əsgərlər arasında xəstəlik yayılmışdı. Ümumiyyətlə şəhərdə də xəstəliklər yayıldığı üçün Attilanın yaratdığı dövlət nə vaxt süquta uğrayır? 453-də. Attilanın öz vəfatı 453-dür. Dövlətin süqutu, Avropa onun süqutu nə vaxt? 470-ci ildə. 470-ci il. Attiladan sonra oğlu Cabaharda öz üçün dövlət yaratmışdı. Macaristanda. Macaristanda. Amma əvvəl ölkəni böyük oğlu idarə eləmişdi. Ağunlar nə vaxt yarandı? 4-cü əsrin ikinci yarısında. İkinci adı nə idi Ağunların? Abdalılar, bir də Kadüslər. Onlar Azərbaycanda yaşayan tayfaların əcdadlarıdır, onu demirəm. Ağun dövlətinin ikinci adı nə idi? Eftalitlər. Eftalit xan adı ilə bəli. Ən qüdrətli hökmdarı kim olub? Ağunu imperiyaya çevirən, nə bilim, qüdrətin zirvəsi. Mihriqulu. Mihriqulu xan neçənci əsrdə hökumədə olub? 6-cı əsrin birinci yarısında. Bəli, haranı birləşdirmişdi Ağunlara? Hindistanı. Şimal Qərbini. Qərbini. Ağunların süqutu nə vaxt idi? Axunlar 567. Ağunların hansı hökmdarı Sasaniləri tabe eləmişdi özünə? Axsıvar xan. Axsıvar xan hansı Sasani şahını hakimiyyətə gətirmişdi? Firuz şahı. Hansını devirmişdi? Birinci Qubadı. Yox, elə Firuzu devirmişdi. Firuzu neçənci ildə hakimiyyətdən devirib? Ondan hansı ərazini almışdı? Hansı ərazini almışdı? 484-də 4-cü Herat şəhərini. Herat şəhərini onu almış, onu da həmin ildə devirmişdi. Hansı Sasani şahı Axsuvara sığınmışdı? Birinci Qubad. Məzdə şəhəri gətirər. Hansı Sasani şahı Ağunların soyundan deyən, ana tərəfdən Ağunların nəslindəndir? Xosrov və Nişiravan. Axsuvar xan hansı taktikaya əsasında Firuzu məğlub eləmişdi? Turan taktikası əsasında, bəli.